profesional cihazın sadə variantını və sadə formasını, istifadə qaydasını detallı şəkildə göstərəcəm. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi Araz Detektordan salamlayıram. Dostlar, sizə profesional cihazın sadə variantını və sadə formasını, istifadə qaydasını detallı şəkildə göstərəcəm. Cihazı istifadə eləmək üçün düyməni sıxıb buraxmalısınız. Cihaz işlək hala gələcək. Əgər sizlər cihazda nə isə bilmirsinizsə, bu cihazda fabrika ayarları mövcuddur. Bu düymə ilə bir dəfə tıklayırsınız. Menü açılır. Nastroyka bölümü gəlir. Baxın, burada adam şəkili var. Belə göstərim sizə. Bu düyməni sıxıb saxlayacaqsınız. FD yazılana qədər. Düyməni sıxıb saxlayacaqsınız. Ondan sonra cihaz fabrika ayarlarına qayıdacaq. Bəli, cihaz fabrika ayarlarına qayıdandan sonra cihazın ekran işığı bu formada olacaq. Biz ekran işığını artıracağıq ki, daha yaxşı görək. Bəli, ekran işığını artırdıq. Gördüyünüz kimi ekran işıqlandı. Ekran işığını üzərində saxlayan zaman bu düyməni sıxıb buraxsaz, ekran işığında, yəni kalibaturanın işığı sönəcək. İstəsəz yandırarsınız, istəsəz söndürərsiniz. Və səsi isə bu cihazda 3 rəqəmi üzərində gəlir. Biz bunun səsini artıra biləcəyik. Metalları ayırma funksiyası buradadır. Baxın, bu multifrekanslı bölümdə işləyir. Bunu 9-a kimi artıra bilərsiniz. Daha da yaxşı ayırsın metalları. İndi seçim kimə lazım olacaqsa. Və sürət həddi. Normalda 2 üzərində gəlir. Bunu 3-ə qədər artıra da bilərsiniz. 1-ə qədər endirə də bilərsiniz. Yəni 3-ə qədər artırsaz nə olacaq? 3-ə qədər artırsaz dərinlik azalacaq. Ayrım daha yaxşı olacaq. Yəni frekanslar daha tez-tez işləyəcək. Biz bunu 1'e indirəcəyik ki, daha dərini görsün. Cihaz daha dərinə ensin, gücü artsın daha doğrusu cihazın. Və bu istiqamətdə sürət üzərində qalan zaman bu düyməni bir dəfə tıklayan zaman DT açılır. DT-ni də torpağa görə, axtardığınız hədəflərə görə tənzimləyəcəksiniz. Bəli, cihazda torpaq ayarı mövcuddur dostlar. Torpaq ayarı mütləqdir. Torpaq ayarını eləmək üçün heç istifadə edə bilməyən insanlar üçün mən bunu çəkirəm. Baxın, burada işarə gələcək. Bu düyməni bir dəfə tıklayacaqsınız. Torpaq ayarı üzərində olan zaman bu atlanıb düşəcək. Burada işarə gələcək. O vaxta qədər əgər biz menudan çıxsaq, nastroykadan çıxsaq, proqramları sağ-sol tuşları ilə dəyişsək, baxın, itdi ucu burada. Yəni yenə də həmin proqrama qayıdır. Axtardığınız proqramı düyməni bir dəfə tıklayacaqsınız və cihaz başlayacaq işləməyə. Yəni torpaq ayarını özü edəcək. Əgər bununla razılaşmazsınızsa, nə edəcəksiniz? Siz bunu özünüz torpaq ayarı edəcəksiniz. Yəni torpağa yaxınlaşdırıb uzaqlaşdıracaqsınız. Düyməni sıxılı şəkildə bu formada torpağa yaxınlaşdırıb uzaqlaşdıracaqsınız. Torpaq ayarını özü edəcək, avtomatik özü eləyəcək. Bu dəfə də əgər bununla da razılaşmasaz, cihaz daha yaxşı işləsin deyə bunu manual şəkildə, yəni ruchnoy düzəldəcəksiniz. Bəli, bizlər cihazı yaxşı istifadə edə bilmədiyimizə görə bizə nə lazımdır? Torpaq ayarı avtomatik lazımdır. Biz nastroykadan çıxdıq, bizim başqalarının işimiz yoxdur, başqa şeylərdən. İlk öncə lazım olan şeylərdir. Və gördüyünüz kimi, bütün proqramlarda, fikir verin, ikinci, üçüncü proqramlarda qara metallar açıqdır. Yəni bağlıdır daha doğrusu, silinib burada, qara metallar silinib. Biz gəzdiyimiz zaman qara metalı nə edəcəyik? Buradan açacağıq. Yəni bütün metallar açıq olsun. Və M1-də gəlir, Zavaskoyda M1-də gəlir. Bu M1-i dəyişib M2 eləyib, M3 və 15-də gəzə biləcək bu. Frekansları dəyişib, multifrekans tək tezlikli. Baxın, bu formada işləyəcək. Həssasiyyət isə normalda Zavaskoyda 8 üzərində gəlir, gördüyünüz kimi. Biz bunu 10-a qədər qaldıra bilərik. Amma onu da düşünün ki, hər rəqəm bizim önəmlidir. Hər rəqəmi aşağı endirən zaman dərinlik azalır, artıran zaman dərinlik artır və cihazda daha da həssas olur. Yüksək minerallı torpaqlarda, şoran torpaqlarda sizlər bu proqramda gəzəcəksiniz. Fərq eləməz, dəniz qırağı olsun, dağlıq yerlər olsun. Əgər torpaqların tərkibində yüksək minerallı, metal tərkibli torpaqlar varsa, burada gəzəcəksiniz. Yəni sağ-sol tuşları ilə gələcəksiniz burada. Bunu da açıb bağlaya biləcəksiniz istədiyiniz kimi. Bu qədər dostlar. Ünvanımız Nərimanovda yerləşir. Əliyar Əliyev küçəsi 8, Kosmos yaşayış kompleksində.